3 ildir ki sənət, show biznes və ulduzlarla dolu dünyanı sizinlə paylaşırıq. 3 il boyunca sizinlə güldük, duyğulandıq. Səbinə Rəcəblinin layihə rəhbəri olduğu Maqazin Plus doğum gününü təmtəraqlı qeyd etdi. Bayram əhval-ruhiyyəsi, sürpriz qonaqlar və ən yadda qalan anlar Maqazin Plusun xüsusi buraxılışında. Birazdan. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. ARB televiziyasında 3 ildir yayımlanaraq evlərinizin qonağı olan Maqazin Plus, uşaqdan böyüyə hər kəsin ən sevimli verilişi olmağı bacardı. Yerli və dünya şou biznesində baş verən ən son hadisələri çəkib sizə olduğu kimi göstərən Maqazin Plus, adından hər yerdə söz etdirməyi bacardı. Maqazin Plus verilişinin komandası elə şou biznes nümayəndələri ilə özəl gününü bax bu cür qeyd etdi. Tədbiri açıq elan edən də elə Maqazin Plus verilişinin əsas siması, xəbərlərə özünə məxsus rəng qatan aparıcımız Zümrüd Şahova oldu. Ən gözəl xəbərlər, show biznesin ən qaymaqları elə harda tanınır, harda sevilir, əlbəttə ki, Maqazin Plus'da. Amma fikirləşdik ki, qoy elə ən yaxınlarımız olsun, qoy bizə sadiq olanlar, bizim sadiq olduqlarımız, bizim sevdiklərimiz, bizim çox istədiklərimiz bugün yanımızda olsun və təşəkkür edirəm hər birinizə ki, bugün bizim yanımızdasınız. Zümrüd açılışı etdikdən sonra sözü ilk olaraq peşəkar komandanı bir araya gətirən, 3 ildir bu layihəni günü-gündən inkişaf etdirən, Maqazin Plus verilişinin layihə rəhbəri Səbinə Rəcəbliyə verdi. 30 ildir bu insan jurnalistika sahəsindədir. Peşəkar insanların içindədir. Amma bu layihə onun üçün deməyəcəm yenidir. Düzdür, əvvəl də show biznesdən işləyib, xəbərdən işləyib, siyasətdən işləyib, sosial layihələr edib. Amma buna bir başqa cür yanaşır. Deyirləri, sonradan gələn sevgi. Alqışlarınızla istəyirəm elə ilk sözü, ilk açılışı, ilk gözəlliyi ilə, pozitivliyi ilə, enerjisi ilə layihə rəhbərimiz Rəcəbli Səbinə, alqışlarınızla. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Burada mənə həqiqətən də çox əziz, doğma insanlar var. İnsan yaşayanda, gəzəndə, nə bilim, oturanda, duranda Allaha və onun ətrafındakı insanlara təşəkkür etməlidir. Biz də belə bir məqsədə gəlmişik ki, Maqazin Plusun dostu layihəsini eləyək və bizimlə bu 3 il ərzində olan sponsorlarımıza, müğənnilərimizə, təzə sənətə gələnlərə və bizimlə əməkdaşlıq edənlərə bir təşəkkür edək. Maqazin Plusun layihə rəhbəri olaraq həqiqətən də Maqazin Plus mənim üçün çox əzizdir və bəli, son beşiyimdir və kollektiv hər zaman önəmli olub. Mən ilk növbədə ARB televiziyasının rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Çünki həqiqətən də bir insan ona rahat olan yerdə həqiqətən də huzur tapır. Mən həqiqətən də ARB televiziyasında huzur tapmışam. Bizim əməkdaşlarımızı salamlayıram, təşəkkür edirəm sizə. Yaxşı ki, varsınız. Maqazin Plusu təbrik etməyə gələnlər arasında sözsüz ki, show biznesin ən sevilən ulduzları var idi.
verilişləri çox izlənilir, insanlar tərəfindən maraqla izlənilir. Bütün heyəti təbrik edirəm, ad günümüz mübarək, uğurlarınız bol olsun. İnşallah ki, daha da yeni layihələrdə görüşək. Bütün komandaya təbrik edirəm mən. Uğurlarınız bol olsun inşallah. Varsa yürek sevgi göstereyim Allah'ım. Sen sevmeyi bacarmadın, yüreğini koparmadın. Ben hemen oldum kalan. Sen ellerimden almaya dikkat. Sevgimizde yar yolda kalmaya. Al gittiler yoluna yoluna çok gez. Çattın ayrılığın sonra yolun açık gez. Sen gören olmaz bakmaz istedik olmaz güneşten. Olmaz bendeki sevgiden olmaz sendeki gülüşten. Əlbəttə ki, Maqazin Plus verilişində zəhməti keçən əməkdaşlar da var ki, onları da unutmaq olmaz. Pərdə arxası çalışıb tamaşaçılar üçün bir-birindən maraqlı sujetlər hazırlayan komandamızı siz də tanıyın. Bəli, 3 ildir mən də bu layihədəyəm. Çox sevinirəm ki, mən də 3 ildir Səbinə xanımla, sizlərlə bərabər çiyin-çiyinə, belə deyək də vuruşuruq, çalışırıq. Layihə də göz önündədir. Layihə çox gözəl layihədir. Gözəl layihə olmasaydı, yəni 3 il davam eləməzdi, mən belə düşünürəm. Yəni kollektivimiz də çox mehriban, səmimi kollektivdir. Biz bir ailəyi, bunu həmişə deyirik. Düzdür, iclaslarda bəzən bir-birimizi qırırıq. Amma bu iş üstündə. Hətta iş üstündə olur da. Amma belə mehribanlarıq, bir ailəyi. Həmişə üzə çıxanda əsas odur ki, üzə çıxanda çox mehriban görsən. Ən başda da Səbinə xanım sizə təşəkkür edirəm ki, 3 il ərzində bu layihəni ayaqda saxlamısınız. Bizim bu barədə çox söhbətimiz olubdur ki, yəni 3 il bu layihəni saxlasınız, davamı gedəcəkdir. Yəni bunu siz bacardınız, sizə təşəkkür edirəm, əziz kollektiv. Sizi də təbrik edirəm, özümü də təbrik edirəm. Gələn qonaqlarımız da çox sağ olun, var olun ki, bizi sahib seçib gəlmisiniz. Mən Maqazin Plusa başlayanda, ilk olaraq Səbinə xanım mənə bu işdən danışanda, mən çox ağır günlərimi yaşadım. Yəni ilk efirimi hazırlayanda mən atamı itirdim və Səbinə xanım mənim yanımda olmasaydı, bugün mən televiziyada olmayasaydım, bunu açıq deyirəm. Çünki çox pis itkidir, mənim üçün ağırdı, mən özümə qapanmışdım. Amma Səbinə xanımın hər gün mənə zəng eləməyi, yanımda olmağı, bugün bax bu gözəl ailəni mənə bəxş etdi. Səbinə xanım, sizə dərin təşəkkür edirəm. Maqazin Plus yaratdığı gündən mən Səbinə xanım yanında olmuşam. İlk ad gündə belə burada olmuşam, birlikdə qeyd etmişik və düzdür, mənim getgələrim olur, başqa layihələrim olur, amma yenə də komanda o qədər doğmadır ki, və bu doğmalığı bizə bəxş edən Səbinə xanım. Çünki onun isti münasibəti, o səmimi olmasa, əlbəttə ki, belə bir gözəl komanda olmaz. Mən də öz kollektivimizi başda dəyərli Səbinə xanım olmaqla təbrik edirəm. Uğurlarımız bol olsun inşallah. Həqiqətən bu kollektiv mənim üçün çox doğmadır. İnşallah çox qəşəng planlarımız, çox qəşəng layihələrimiz var. Komandamızı təbrik edirəm, səni də təbrik edirəm. Uğurlarımız bol olsun. Əsas odur ki, danışılacaq, yazılar daha doğrusu danışılacaq və yazılacaq qədər çox böyük işlərimiz olsun.